Ənənəvi televiziya son illərini, bəlkə də son 10 illiyini yaşayır. Bunu hamımız bilirik də, artıq TV-lərə baxan yoxdur. Heç kim baxmır TV-lərə. Tez-tez rast gəlirlik də plasma televizorlarını reklam edirlər. Güya da ambarda qalıb. Qiyməti 1200 idi, 500 manata, 200 manata, 300 manata təqdim edirik. Ambarda qalıb. Ambarda qalmır, heç kim almır, gətiriblər. Bəlkə də, nə bilim, 10 vaqon gətiriblər, yığıblar ambara. Televizor alan kimdir ki? Heç kim baxmır. Bu dəqiqə sosial şəbəkələr, indi planşetlər, telefonlar alan, notebook alanlar daha çoxdur. Kimdir baxan? Ölkə.az xəbər verir ki, bunu İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov Real TV-nin efirində deyib. Özü də gör İctimai TV-nin televiziyanı. O bildirib ki, sosial şəbəkələrin sürətli inkişafı ənənəvi media üçün ciddi çağırış yaradır. Bu reallığı qəbul etmək lazımdır. Şəxsən bəlkə də səhv edirəm, bəlkə də televiziya rəhbəri bunu deməməlidir. Ancaq mən əminəm ki, televiziya son illərini 10 illiyini yaşayır. Ənənəvi formatda deyə o qeyd edib. Balakişi Qasımovun sözlərinə görə əvvəllər televiziya və digər ənənəvi media informasiya üzərində monopoliya malik idi, lakin hazırda bu vəziyyət dəyişib. Amma reklamların TV-lərə yerləşdirildi, xəstəxanalar, həkimlər, kimlər indi yoxdur. Bugün artıq ənənəvi medianın o informasiya monopoliyası yoxdur. Sosial şəbəkələr var. Hansı hadisə baş verən kimi xəbər dərhal saytlarda və sosial şəbəkədə yayılır. Bu isə onun müəyyən vaxtda ənənəvi formatımıza uyğun efirə veririk. Artıq o yenilik olmur deyə təbii ki, İctimai TV-nin baş direktoru bildirib. O vurğulayıb ki, hazırda televiziya daha çox yayılan məlumatların təsdiqlənməsi funksiyasını yerinə yetirir. Bugün xəbərlər funksiyamız daha çox təsdiq etmə funksiyasıdır. 44 günlük müharibə və pandemiya dövründə insanlar xəbərlərin məhz televiziyada təsdiqlənməsini gözləyirdilər. Çünki bilirlər, əgər televiziyada səslənibsə, deməli doğrudur deyə Balakişi Qasımov qeyd edib. İTV-nin baş direktoru əlavə edib ki, televiziya hazırda daha yüksək etibara malik olsa da, bunun da müvəqqəti olduğunu düşünür. Biz batırıq. Televiziya batır. Tək Azərbaycanda yox, bu bütün dünyada ənənəvi formatda fəaliyyət göstərən televiziyaların problemləridir. Bütün dünyada ənənəvi televiziya həmin o Titanik gəmisidir deyə o fikrini bildirib. Amma mən sizə deyim ki, sizin fikirləriniz əlbəttə ki, mən də razıyam Balakişi müəllim, amma gündəlik fikir verirsiniz də, izləyirsiniz. Televiziyaların rəhbərləri mütəmadi olaraq dəyişirlər. Onu kənarlaşdırıb digərini gətirirlər. O da gələndə müsahibə verir, deyir ki, mən bu televiziyada çox dəyişikliklər edəcəm. Mən də həmin informasiya verirəm ki, heç nə edə bilməyəcəksən. Heç nə. Çünki televiziyada nəsə etmək üçün televiziyanın tamaşaçısı olmalıdır, izləyicisi olmalıdır, o da yoxdur. Məsələn, mənim tanıdığım adamlar var, mən onlara, məsəl üçün, bəzən deyirəm ki, siz sosial şəbəkədə çalışan jurnalistlərə, ən çox iş adamlarına deyirəm, diqqət göstərməlisiniz. Deyir ki, niyə? Deyirəm, yuxudan duran kimi nə edirsiniz? Deyir ki, əvvəllər televizora baxırdım, xəbərlərə falana. İndi duran birinci əlimə telefonumu alıram, planşetimi, notebookmu, xəbərlərə baxıram. Deyirəm, o xəbərləri kim hazırlayır? Biz hazırlayırıq da. Yəni, artıq o müqayisəni məşhurlar da, iş adamları da, siyasətçilər də, tarixçilər də, iqtisadçılar da, fermerlər də, belə çoban da hiss edir ki, televiziya, teleməkan məhv olub. Sosial şəbəkə ən yüksək zirvədə dayanır.